Ayrı 24-ün efirində xəbər vaxtıdır. Studiyada Günel Mövsümovadır. Hər vaxtınız xeyir, bu saatın əsas xəbərlərindən keçək. İndi isə günün xəbəri haqqında 40 ilə yaxın davam edən silahlı qarşı durmadan sonra PKK terror qruplaşması rəsmi şəkildə özünü buraxdığını elan edib. Düzdür, qruplaşma liderinin 2 ay əvvəlki müraciətindən sonra proseslərin bir məcrada davam etməsi gözlənilən idi. Amma təşkilat bugün keçirilən 12-ci toplantısında qəbul etdiyi qərarla gözləntiləri doğrultdu və səbəb kimi PKK-nın tarixi missiyasını tamamlanmasını gösterdi. 2015-ci ildə Türkiyə hakimiyyətinin təklif etdiyi sülh və həll prosesindən PKK sui-istifadə edərək ölkənin cənub-şərq əyalətlərini mərkəzi hakimiyyətin nəzarətindən çıxarma taktikasını seçdi. Onların bu fəaliyyəti 2016-cı ilin mart ayında Xəndək əməliyyatı ilə baş çatdı. Bundan sonra Türkiyə qruplaşmaya qarşı mübarizəni Suriya və İraqda genişləndirdi. Suriyada hakimiyyət dəyişikliyi, eləcə də Türkiyənin apardığı antiterror əməliyyatlarına dəstək PKK-nın bölgədə artıq funksiyasını itirdiyini və tarixin səhnəsindən çəkilməli olan bir gruplaşmaya çevrildiyini gösterdi. PKK'da tasfiye edilmesi gereken bir örgüt olarak artık bölgede varlığının bir anlamı yoktu. Türkiye'nin Irak merkezi hükümet ve Erbil hükümetiyle teröre karşı mücadele kapsamında ortak hareket etme kararı aldıktan sonra Kuzey Irak'ta örgütün varlığını sürdürmesi mümkün gözükmüyordu. Zaten Türkiye'de alınan tedbirler ve verilen mücadelelerle örgüt bitme noktasındaydı. Silahların yerə qoyulması və döyüşçülərin geri çəkilməsi mərhələli şəkildə və Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında həyata keçiriləcək. 3 mərhələdən ibarət plana əsasən terrorçular silahları İraqın şimalında yerləşən Duhok vilayətinin Amadiya, Ərbil və Köysancaq bölgələrində, həmçinin Süleymaniyə əyalətinin Seyid Sadiq rayonunda təhvil verəcək. Diqqət çəkən məqamlardan biri də prosesin iki tərəfli deyil, Birləşmiş Millətlər Təşkilatının iştirakı ilə həyata keçirilməsidir. Burada PKK'nın legalleşmesini önleyecek ve onun bir güçmüş, kuvvetmiş veya resmiyeti varmış gibi bir algı olmaması için dikkatle takip edilmesi gereken bir husustur. PKK'ya bir meşruiyet kazandıracak hamleler tehlike uzun vadede Türkiye'ye karşı bir tehdit ve tehlikenin devam etmesine sebep olabilir. Silahların yerə qoyulmasının ardından prosesin ikinci mərhələsi başlayır. Bu mərhələdə diqqət hüquqi tənzimləmələrə yönələcək. Heç bir cinayətə qarışmamış PKK üzvləri vətəndaşı olduqları ölkələrə qaytarılacaq. Türkiyə vətəndaşı olan təxminən 4000 nəfər də mərhələli şəkildə sərhəddə Türkiyə rəsmilərinə təslim ediləcək və inteqrasiya proqramlarına cəlb olunacaqlar. PKK-nın yüksək səviyyəli rəhbər heyətinin aqibəti isə prosesin ən həssas məqamlarından biridir. Təxminən 300 yüksək rütbəli PKK üzvünün 3-cü ölkələrə göndərilməsi nəzərdən keçirilir. Atılacaq növbəti addımlar arasında ən çox müzakirə olunan mövzulardan biri Abdullah Öcalanın gələcək aqibətidir. PKK buraxıldığını elan etdiyi bəyanatda hər hansı bir tələb irəli sürməsə də qarşıdakı günlərdə DEM partiyasının cəza icrası ilə bağlı dəyişikliklər və hüquqi tənzimləmələr üçün çağırışlar edəcəyi gözlənilir. Hükümet bu konuyu yakından takip edecek ve kamuoyunu incitecek, Türk milletinin ruhunu incitecek herhangi bir taleple karşı karşıya kalınmayacağı beklenmektedir. Eğer bu konuda hükümet anayasa değişikliği başta olmak üzere, kapsamlı genel af olmak üzere PKK'nın taleplerini bu şekilde cevaplamaya çalışırsa Türkiye'de yeni bir tartışma konusu gündeme gelebilir. Qeyd edək ki, PKK 1978-ci ildə Türkiyənin Licə bölgəsində Abdullah Öcalan və onu dəstəkləyən 21 nəfər tərəfindən qurulub. Maddi olaraq kifayət qədər dəstək alandan və silah dəstələri qurandan sonra qruplaşma 1984-cü ildə Türkiyə Təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı ilk hücumlarını həyata keçirib.